Siz dediyiniz dəstək göstəririk sahibkarlara, kim ki köçmək istəyir. Bu proses necə baş verir və nələrdə dəstək göstərə bilirsiniz onlara? İlk öncə həmin sahibkarla birinci görüş edirik və onun məqsədini başa düşmək istəyirik ki, bunun məqsədi nədir? Biznes planını götürürük, ya özümüz tərtib edirik, ya özü tərtib edir. Bildiyiniz kimi 50-yə yaxın açıq iqtisadi zona var. Bir də ki, bizim kimi Azərbaycanda necə MMC-lər var, oradadır ki, daxildə işləmək üçün MMC açılması, əgər daxillə bağlı olan servisi varsa, strategiyanı seçir, fəaliyyət növləri orada artıq 50 mindən çox fəaliyyət növü var. Ona uyğun kodlaşdırma getməlidir. Ən böyük problemlərdən odur. Azərbaycandan və ya Rusiyadan gələn müştərilərimizin çoxunda elə problemlərlə üzləşmişik ki, məsəl üçün Rusiyadan bir iş adamı var idi, qida sektorunda işləyirdi və ona onlayn biznes lisenziyası satıb ortadan yox olmuşdu həmin adamlar Rusiyada həyata keçirmiş. Bildiyiniz kimi də yəni açıq iqtisadi zonalara birinci lisenziyanın təqdimi onlayn etmək olar. Sadəcə video kolla pasportun təsdiqini eləmək olar. Ondan sonra o gəldi, həmin şirkəti bağladıq, yenidən daxildə işləmək üçün ona normal icazələri ilə, yəni ki, bələdiyyədən icazə, dövlətdən icazə və s. işləri götürülməsi və belə biznesin davam etməsi üçün kömək elədik.